Herkese salam dostlar. Bugün sizlerle birlikte 7. sınıf Azərbaycan dili dərsindən səhifə 44-də debatı edəcəyik. Gəlin başlayaq. Burada mən yazmışam sizin üçün. İndi də sizə oxuyacağam. Bu cür belə düz tutun, baxa bilərsiniz. Məqsəd hər cür üsulla haqq qazandırır. Bəzi hallarda insan məqsədinə çatmaq üçün çətinliklərə baxmayaraq hər üsulla əl atmalı olur. Tarixdə də belə nümunələr çoxdur. Əgər məqsəd böyük xeyir gətirirsə, bəzən onun üçün şərt qərarlar qəbul etmək qaçılmaz olur. Bu tezisdir. İndi antitezis. Məqsəd nə qədər ali olsa da çirkin üsulla haqq qazandıra bilməz. Haqq ədalətsiz yolla əldə edilirsə, onun dəyəri qaçılmaz. İnsan vicdanını doğrulduğunu itirirsə, qazandığı məqsədin nə mənası qalmır. Əsl qələbə dürüst və ədalətli yolla qazandırılır. Bu debat idi. İndi mən bunu sizə tutum. Bəlkə baxmaq istəyənlər bu cür baxsın. Bəli dostlar, videomuz bura qədər idi. Videomu bəyəndinizsə kanalıma abunə olmayı unutmayın. Sağ olun, salamat qalın.